Burada ustad kibiri 4 yerə bölmüş. İnsan 4 halda 4 şeyə kibir edir. Birinci kibir nə idi Fariqcan? İnsanın Allaha qarşı kibir etməsidir. Misal üçün bunu Fironu götürmək olar, Allahla iddiası elədir, Məmludu götürmək olar. İkinci nədir? Deyir ənbiya, rəsullar və övliya. Yəni Allahın göndərdiyi elçilər, Allah dostları, övliyalara qarşı olan təkəbbürü. Üçüncü deyir ki, Allahın əmrlərinə qarşı kibir. Yəni Allah bir qanun qoyur. O qanunu etməkdə təkəbbürlənir. Misal üçün Allah deyir ki, ehram bağla 7 dəfə həccin başına fırlan və yaxud da ehsan vermək, kasıblarla bir arada oturmağı özünə sıxışdıra bilmir. Dördüncü də budur ki, Allahın bəndələrinə qarşı, yəni başqa insanlara qarşı kibir etməsidir ki, və ustad burada bir dənə incə məqama toxunur. Deyir ki, hansı ki mərifət əhlinin nəzərində bu da Allaha kibir etmək kimidir. Yəni Allahın yaratdıqlarına qarşı kibir etmək əslində nədir? Allahın özünə qarşı kibir etməkdir. Və bu 4 bəndə baxanda insan anlayır ki, insanın aləmdə yeganə təkəbbür etdiyi şey əjdər nədir? Allahdır.